Hər vaxtınız xeyir olsun. Mən Ceyhun Həsənov. Növbəti test izahımızın çəkməyə çalışacağım. Bugün ümumi sınaq 8 izah edəcəyik. Elə isə vaxt itirməyək, başlayaq. Deməli, 20-ci əsrin başlanğıcında Şimali Azərbaycanın neft sənayesi üçün xarakterik deyil. 20-ci əsrin başlanğıcı təxminən 1901-1910-cu illəri götürsək, 20-yə qədər də uzada bilərik. Neft daşınmasında tanker tipli gəmidən istifadə edilməsi. Bu 1878-dən başlayıb və davam etməkdədir. 20-ci əsrdə yəni bu davam etməkdədir. Ona görə də A variantının üzərində xətt çəkirik. Xarici kapitalın üstünlük təşkil etməsi. Onsuz da 19-cu əsrin ikinci yarısından başlayaraq neftdə xarici kapital üstünlük təşkil edir. Bizimkilər də, yəni yerli burjaziyamızda neftə var. Amma onlar sadəcə kifayət qədər azdılar. C. Neft mədənlərində kəndlilərin məcburi əməyindən istifadə olunması. Demək olar ki, kəndlilərin məcburi əməyindən istifadə 19-cu əsrin 60-70-ci illərində ləğv olunduğuna görə artıq 20-ci əsrin əvvəllərində bu ola bilməz və bu xarakteri xüsusiyyət deyil. Ona görə cavabımız C-dir. Variant D. Neft emalı prosesində fabrika zavodunun üstünlük təşkil etməsi. Bəli, nəzərə alsaq ki, 20-ci əsrin əvvəllərində 1900-1903-cü illərdə dünya iqtisadi böhranı baş vermişdi və dünya iqtisadi böhranı dövründə xırda və orta müəssisələr sıradan çıxmış, iri müəssisələr artmışdı. Buna təmərküzləşmə deyilir. İnhisar birliklərinin mövcud olması, bəli, daha güclü inhisar birlikləri meydana gəlmişdi. İnhisar birliklərinin meydana gəlməsi 19-cu əsrin ikinci yarısı, 70-ci illərin sonlarından başlayaraq, mövcud olmaları isə 20-ci əsrin əvvəllərdə davam edəcəkdir. Cavabımız C-dir. 2. Atabəylər dövlətinin mövcud olduğu dövrə uyğun gəlir. Atabəylər dövləti mövcud olub 1136-1225-ci illərdə. Qüds şəhərinin səlibçilərdən azad edilməsi. Bu 1187 Təbəriyə döyüşüdür və yuxarıda olan illərə uyğun gəlir. Dehli Sultanlığında Şəmsəddin Eltutmuşun hakimiyyətə gəlməsi. Bu 1211-ci ildir və bu lazımi qanun uyğunluğu ödəyir. Fransada başlatların çağırılması 1302, bu yanlışdır. Səmərqənd şəhərində sərbədarlar üsyanının yatırılması, bu 1365-66-cı ildə baş verən üsyandır ki, 66 yatılıb və düşmür. Şəmsəddin Eltutmuşu bəzi kitablarda 1210 deyə qeyd edirlər, onsuz da bir şey dəyişmir. Cavabımız 1-2, yəni Bakı variantıdır. 3-də, eramızdan əvvəl 1-ci əsrin 60-cı illər Roma tarixinə aiddir. Yəni, eramızdan əvvəl 69, eramızdan əvvəl 60-cı illər. Spartak üsyanının yatırılması. Bu eramızdan əvvəl 71-dir. Yanlışdır. Qanıq döyüşündə Alban qoşunlarının məğlub edilməsi eramızdan əvvəl 65. Bu düzgün cavabımızdır. Bütün İtalyan şahının müharibəyə çatdırılması. Bu eramızdan əvvəl 3-cü əsrdir. İlk yazılı qanunlar toplusunun qəbul edilməsi. Bu, Roma baxımından fikirləşsə eramızdan əvvəl 5-ci əsrdir. Vətəndaş müharibəsinin müharibəyə çatması eramızdan əvvəl 49-da başlayan müharibə eramızdan əvvəl 30-da başa çatıb ki, bu da yanlışdır. Cavabımız Bakı variantıdır. 4-də Türkiyə Respublikasının 20-ci əsrin 50-ci və 90-cı tarixinə aid oxşarlığı müəyyən edin. A variantına baxsaq, PKK-nın terrorçuluq fəaliyyətinin genişləndirilməsi bu yanlışdır. Çünki PKK 70-ci illərin sonlarında qurulubsa, bu Türkiyə üçün 50-ci ildə problem yarada bilməz, 90-cı illərdə ola bilər. İqtisadi zəifləmə və inflyasiyanın baş verməsi. Bəli, doğrudan da 1950-ci ildə hakimdə gələn Adnan Menderes və Cəlal Bayar hökuməti əvvəlcə Türkiyə üçün normal belə deyim, şərtlər təmin etsə də, amma sonradan iqtisadi zəifləmə və inflyasiya baş verir ki, bu da adını çəkdiyim şəxslərin hakimiyyətdən və həyatdan getməsinə səbəb olur. 90-cı illərdə də təbii ki, Türkiyənin ən ağır vaxtları, ona görə də hər ikisində iqtisadi zəifləmə və inflyasiya olur. Torpaq islahatları haqqında qanuna baxsaq, bu 1940 və 70-ci illərdir. Hərbi çevrilişin baş verməsi bu 1960 və 80-ci illərdir. Yeni konstitusiyanın qəbul olunması 24-də var, 61-də var və köhnə kitablar əsasən 80-də var. Amma 50-də, 90-da yoxdur. Cavabımız Bakı variantıdır. Davam edək. 5-ə baxaq. 1-ci və 2-ci Qarabağ müharibəsinin arasındakı dövrdə baş vermişdir.
Birinci Qarabağ münaqişəsini təxminən 1988-1994, fəal hərbi əməliyyatlarsa 1991-94 kimi götürmək olar. İkinci Qarabağ müharibəsini isə təbii ki 2020-ci il 27 sentyabrdan götürmək lazımdır 10 noyabra qədər. Baxaq, bu aralıqda olmalıdır. Yəni 94 2020-27 sentyabr aralığında olan hadisə bizə lazımdır. Baxaq, 94-ün də Bişkek protokolu ilə Günnüt kəndinin erməni işğalından azad edilməsi. Bu 2018-dir və cavab budur. Daşaltı əməliyyatının keçirilməsi. Bu birinci Qarabağda müharibəsində də var, ikincidə də var. Bu arasındakı dövr deyil. İranla dövlət sərhədlərimizin tam nəzarətə götürülməsi. Bu ikinci Qarabağ müharibəsinin gedişidir. Xocalı şəhərində dövlət bayrağımızın uzadılması. Bu ümumiyyətlə 2023-dür. Həmin aralığa düşmür, oktyabr ayında. Zəngilan şəhərində Beynəlxalq Hava Limanı bu 2022-dir, həmin aralığa düşmür. Cavab A variantı. 6. Birinci Göytürk və ikinci Göytürk. Avallar üzərinə uğurlu yürüşlərin təşkil edilməsi. Bu birinci Göytürkdür. Birinci Göytürk yaranmamışdan qabaq da avarlara qalib gəlib dövlət yaradır. Bu min tərəfindən. Yaradıldıqdan sonra da Muğan yenə avarlara qalib gəlir və avarları Avropaya qovur ki, Avropada avarlar sonradan yeni türk dövlətləri yaradır. Bu min xaqan tərəfindən yaradılması, bu da yenə birinci Göytürkə gedəcək. 7-ci əsrin ikinci yarısında 682-də ikinci Göytürk. Çin asılı salınması hər ikisi birinci Göytürkdə Muğanın fonunda, ikinci Göytürkdə Bilgənin fonunda. Baş vəzir Tony Cook, təbii ki, bu ikinci Göytürkdür. Yəni 1AB, 2SY, 3D. Cavabımız Bakı variantıdır. Davam edir. 7. Uzun Həsəndən fərqli olaraq Sultan Yaqub Teymurlara qarşı mübarizə aparmışdı. Bu Uzun Həsəndə varsa, Sultan Yaqubda olsa belə heç nəyi dəyişdirməyəcək və yoxdur da. Osmanlı Sultanı 2-ci Bəyazitlə diplomatik əlaqələr qurmuşdur. Bəli, atası Uzun Həsəndən fərqli olaraq Sultan Yaqub Osmanlılarla dost olub. 2-ci Bəyazit İsmayıl'la dost olub. Dövlətin güclənməsi üçün mühüm tədbirlər görmüşdür. Bu Uzun Həsəndə varsa, Sultan Yaqubda olsa belə fərq deyil. D. Atabala hər ikisi üçün keçərlidir. Y. Düzdür, Sultan Yaqub atası Uzun Həsəndən fərqli olaraq Ərdəbil hakimlərindən münasibətləri sonradan korlayıb. Amma bu Şeyx Heydər olacaq, Şeyx Cüneyt yox. Nəzərə alsaq ki, Şeyx Cüneyt 1460-da öldürülmüşdür. Hələ Sultan Yaqub 1478-də gələcək hakimiyyətə. Ona görə də bu da yanlışdır. İnşallah ki, bu səhifəmizdə gözümüzdən qaçan bir test olmadı. Davam edək. 8-ə baxaq. 9-cu əsrin 60-cı illərində Ərəb xilafətinin mərkəzində türklərin qiyamından istifadə edən Haşim bin Suraqqa müstəqil əmirliyin qurulmasına nail oldu. Aha, mətndə bəhs edilən dövlətlə Sazilər dövlətin oxşar cəhəti. Yəni, Dərbət hakimliyi ilə Sazilər dövlətin oxşar cəhəti. Ərəb mənşəli sülalə tərəfindən. Axı, Sazilər türkdür. Ərəb xilafətinin parçalanması nəticəsində əlbəttə Azərbaycan torpaqlarının vahid şəkildə birləşdirilmişdir. Bu yalnız Sazlərə aiddir. Şirvanşlar dövlətlə həmsərhəd olmuşdur. Bəli. Dərbət Şirvanın yuxarısında, Sazilər Şirvanın aşağısındadır. Cavabımız 2, 4-dür. B variantı. Davam edir. 9. 14-cü yüzilliyin sonunda Dehli Sultanının zəifləməsinin səbəbi. Təbii ki, 14-cü yüzilliyin sonu təxminən 1380-1400-cü illəri əhatə edirsə, söhbət 1398-də Əmir Teymurun yürüşündən gedəcək. Cavab B. Niyə A deyil? Ümumiyyətlə, 13-cün sonu, 14-ün əvvəlindən etibarən artıq Monqollar heç hara üçün təhlükə mənbəyi deyirlər. Bəs Dehli Sultanlığı Monqolların yürüşünə məruz qalıbmı? Əlbəttə. İstər Qiyasəddin Balaban, istər ondan qabaq hakimiyyətdə olmuş Şəmsəddin tutmuş, istərsə də Monqol hücumlarına son qoyan Əlaəddin Xələc. Bu da onu göstərir ki, Monqolların Hindistana da yürüşü olub. Xarəzmşahların ölkə ərazilərində məskunlaşması var. Amma bu 13-cü əsrin birinci yarısıdır. Daxili çəkmələrin baş verməsi bundan da əvvəl başlamışdı. Əmir Teymurun yürüşü bunu artırdı. İqta sistemin həyata keçirilməsi bu dövləti çox da zəiflədən faktor ola bilməz. Cavabımız Bakıdır.
10-da SSR-nin 2-ci Dünya müharibəsindən sonraki tarixinə aid deyil. SSR üçün 2-ci Dünya müharibəsi 1941-45-dir. Çünki bizim kitablar SSR-ni 2-ci Dünya müharibəsində 41-də salınır. Atom silahına sahib olması bu 1949-dur və müharibədən sonradır. Yenidən qurma təbii ki bu 1985-87-ci illərdir. Bu da sonradır. Sovet vətəndaşlarının pasportlaşdırılmasına başlanılması bu 1932-dir. Kəndlər isə əlinizdə də şamil olacaq. C variantıdır. Çernobil qəzası bu 1986-dır. Müharibədən sonradır. Talon sisteminin ləğv edilməsi 1947-dir. Müharibədən sonradır. Burada cavab C-dir. Əvvəlcə hamıya şamil edilmir. 11. İkinci Dünya müharibəsi illərində Azərbaycan SSR-də baş vermiş mədəni yenilik. Baxaq. İkinci Dünya müharibəsi 1939 1 sentyabr başlayıb 1945 2 sentyabrda yekunlaşıb. Azərbaycan Elmlər Akademiyasının yaradılması ehtiyatlı olaq. 1945-in mart ayını hökmən diqqətimizdə saxlayırıq. Və cavab elə A variantıdır. Çünki doğrudan da bu müharibə aralığına düşür. Bakı telestudiyası bu 1956-dır. Yanlışdır. Milli Azərbaycan qərargahı 1962-dir. Yanlışdır. Novruz bayramı 1967-dir. Yanlışdır. Heydər Boya Salan 1966 yanlışdır. Yeri gəlmişkən Azərbaycan SSR deyəndə Cənubi Azərbaycana aid bir xüsusiyyəti götürməyin. Onlar düşər. Götürməyin. 12. Uyğunluğu müəyyənləşdirən Atropatena və Albaniya. Oxşar cəhətlər. Alanların hücumuna məruz qalması. Əgər bunu ərazi olaraq veriblərsə, onda alanların görüşünə məruz qalmışıq. Dövlət kimi veriblərsə, alanların görüşünə məruz qalmamışıq. İndi irəliyən dəqiqələrdə mən bu testi həll etdikcə baxacam, görüm nəyi nəzərdə tutublar. Hələ ki, A-nı götürək. Niyə dövlət kimi məruz qala bilməz? Çünki Atropatena eramızın 20-ci ilində süquta uğramışdı. Alanlar isə 70-74-də gəlmişdilər. Parfiya tərəfindən süquta uğradılması bu ümumiyyətlə Albaniya üçün keçərli deyil. Kaspi Kadusiya tayfaları hər ikisində olub. Olsun. KK, Kaspi Kadusiya. Fərqli cəhətlər. Roma qoşunlarının məğlub edilməsi. Roma qoşunlarının məğlub edilməsi Atropatena və Albaniya üçün fərqli cəhət ola bilər. Çünki Atropatena qalib gəlmişdi, Albaniya isə yox. Yunan mədəni təsirinə məruz qalmaları bu oxşar cəhətlərdir. Makedon imperiyasından asılı olmaları xeyr. Makedon imperiyası dağıtı ki, bunlar yaransın. İndi burada bir məsələ var. 1AC, 2A-nı yəqin ki, müəlliflər nəzərdə tutub, amma ola bilər ki, müəlliflərin gözündən nəsə qaçsın. Birincisi, yuxarıda dövlət kimi yazılıbmı, onu nəzərdə tutmaq lazımdır. Digər bir tərəfdən, yuxarıda yaxşı olardı ki, yazardı ki, Atropatena və Qədim Albaniya. Çünki axı Orta Əsrlər Albaniyasının Roma qoşunları üzrə qələbəsi var. Məsələn, 359 Amid döyüşü. Yəni, gözdən qaçan bir neçə məqam var. Sual biraz səliqəyə salınsaydı daha yaxşı olardı. Normal bir şeydir. 2021-ci ildə Azərbaycan Respublikası ilə Şuşa bəyannaməsi imzalayan dövlət bu qardaş ölkə Türkiyədir. 3. Həmin bu bəyannaməyə görə tərəflər bir-birlərinə hər tərəfli yardım edəcəklərinə dair söz verdilər. 3-dən söhbət gedir. Digər ərazilərimiz isə dəfələrlə testdə işlənibdir. 14. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Çıldır döyüşü baş verdi, Səfəvilər Ərəb İraqını itirdi. Yanlışdır. Çünki çıldır döyüşü 1578-də baş verdi. Səfəvilər isə Ərəb İraqını 1534-də Sultan Süleyman qanunun yürüşü zamanı itirmişdi. Malati döyüşü 1473-dür. Amma Ağqoyunlar heç vaxt Qaradənizə yenidən çıxış əldə edə bilmədilər. Şeyx İsmail Bakıya daxil oldu. 1501-in yazında bəli şeyx idi. Amma Şirvanşahlara 1538-də son qoyub. Bu da yanlışdır. Amasya 1555-dir. Şərqi Anadolu Səfəvlərin idarəsində keçdi. Bu Çaldıran döyüşündən qabaqdır. Çünki Çaldıran döyüşündə Səfəvilər Şərqi Anadolunu itirəcək.
və maraq üçün deyim Şərqi Anadolunu sonra Şah Abbas qaytarıb. Şəki hakimindən son qoyuldu və Səfəvilər dövləti Azərbaycan torpaqlarının birləşməsi prosesi başa çatdırdı. Bu düzdür. Bu birinci təhmasibdir. Və salam, cavab Y-dir. 15. Xəzər vilayətinə daxil olan əraziləri xəritə üzərində müəyyənləşdirin. Biz yaxşı bilirik ki, 1840-cı ildə Cənubi Qafqaz iki yerə bölündü. Gürcü Mehtə quberniyyəsi və Xəzər vilayəti. Xəzər vilayətinə 7 dənə ərazi daxildir. Mən hamısını bir-bir yazmağa çalışım. 1. Quba daxildir. 2. Bakı daxildir. 3. Dərbənd daxildir. 4. Şamaxı daxildir. 5. Şəki daxildir. 6. Qarabağ daxildir. 7. Lənkəran daxildir. Lənkəran varmı? Bəli, 7. Şamaxı varmı? Bəli, 5. Qarabağ varmı? Bəli, 6. 5, 6, 7. Və salam. Yerdə qalan ərazilərimiz elə bu xət üzrə Gürcü Mehtə quberniyyəsinə gedəcək. Davam edək. 16. Verilən xüsusiyyətlərin aid olduğu şəhəri müəyyənləşdirin. Azərbaycanda Osmanlı əleyhinə Cəlalilərin ilk böyük çıxışı burada baş vermişdir. Bu Təbrizdir. Ümumiyyətlə ehtiyatlı olaq. Cəlaləddindirsə 1225-dir. Cəlairidirsə 1340 1410-dur. Yox, Cəlalidirsə bu 16-17-ci əsr üsyanlarıdır. Burada söhbət Təbrizdən gedir. 1591-ci ildə Təbrizdə üsyan baş vermişdi. Şah Abbas isə 1603-də Osmanlı ərazilərimizi azad edəndə ilk azad etdiyi ərazi məhz Təbriz olmuşdu. Davam edin. Xəritədə işarələnmiş şəhərlərin 10-cu əsr tarixinə aid oxşar cəhət. Bu hansı şəhərdir? Ərdəbil. Bəs bu hansı şəhərdir? Təbriz. Hökmən 10-cu əsrdə kontrolumuzda saxlayaq. Slavyanların yürüşünə məruz qalması. Xeyr, cənub ərazilərimiz ümumiyyətlə Slavyanların yürüşünə demək olar ki, məruz qalmamışdı. Paytaxt şəhərə çevrilməsi. Əlbəttə. Təbriz rəvvadilərin, Ərdəbil isə bu dövrdə Sacilərin, Salarilərin və rəvvadilərin paytaxtı olub. Cavab Bakıdır. Başlıca liman, axı, məsələn, götürək Təbrizi. Biz Ərdəbili götürməyək. Bu, hansısa bir dənizin falan yaxında deyil ki, başlıca liman şəhəri olsun. Şəddadilər dövləti, Şəddadilər şimaldadır. Cənub şəhərlərimiz onun, belə deyim, ərazisi ola bilməz. Bizans Gürcü qoşunları tərəfindən qaret edilməsi belə bir şeydə yoxdur. Cavabımız Bakıdır. 18. Şəddad hökmdarı Əblasvar Şavur və Atabəy Qızılastana aid ümumi cəhət. Bizans erməni feodallarının məğlubiyyətə uğradılması. Bu, belə demək mümkündürsə, Əblasvar Şavurun fəaliyyətinə aid ola bilər. Çünki konkret düzdür. Konkret verilmir ki, Əblasvar Şavura qalib gəlib. Konkret verilən Şəddad hökmdarı 2-ci ləşkəridir. 1038-də, 1037-də və 1048-də. Belə desək, Bizans Gürcü Erməniyə. Amma Əblasvar Şavurda Səlcuqla buna görə yaxınlaşır. Qaldı ki, Qızıl Arslan belə bir şey yoxdur. Dövlətin paytaxtının yeni şəhərə köçürülməsi köhnə kitablar verərdi. Qızıl Arslan Təbrizə köçürüb, amma Əblasvar Şavur paytaxt köçürməyib. Çünki Şəddadlərin bir dənə paytaxtı olub, o da Gəncə. Şirvanşlarla müharibə aparması bu düzdür. Deyir ki, Əblasvar Şavur Fəzl ibn Məhəmməddən fərqli olaraq Şirvanşlarla müharibə aparıb. Atabəy Qızıl Arslan isə Şirvanşah 1-ci Axıstanın vaxtilə 1-ci Axıstan Atabəy Şəmsəddin Dənizin dövründə Atabəylərə tabi olmuşdu. Qızıl Arslan 1-ci Axıstanın asılıqdan çıxdığını görüb Şirvanın yenidən tabi edir və müharibə apararaq. Cavab C-dir. Səlcuq əmirlərinin müqamətinin qırılması bu Qızıl Arslana aiddir. Qardaşı Məhəmməd Cahan Pəhləvanla bərabər İraq Səlcuq sultanlarının müqamətini qırıblar. Əbbasvar Şavurda belə bir şey yoxdur. Qaldı ki, sultan tutumunu qəbul etməsi bu yalnız Qızıl Arslana aiddir. Cavab C. 19. Qəznəlilər dövlətinin mövcudluğu dövründə 962-1187-ci ildir. Eldənizlər dövlətində Özbəyən hakimiyyətə gəlməsi 1210. Bu düşmür.
Təbriz şəhərinin Səlcuq tərəfindən tutulması 1054. Axtardığımız bu imiş. Satıq Buğraxanın paytaxtı Qaşqar şəhərinə köçürülməsi 942. Yanlışdır bu da. Bizans imperiyasının xaslar tərəfindən ələ keçirilməsi 1204. Bu da yanlışdır. Bakı şəhərinin Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi 1192. Bu da yanlışdır. Cavabımız Bakı variantıdır. 20. Eneolit dövründən fərqli olaraq erkən Tunc dövründə metaldan bəzək əşyaları hazırlanırdı. Əgər metaldan bəzək əşyalarının hazırlanması eneolit dövründə varsa, erkən Tuncda davam edəcək. Bu fərq deyil. İri tayfa ittifaqları meydana gəldi. Bu nə eneolit deyil, nə erkən Tunc deyil, orta Tuncdur. Dəfn zamanı ölülərin üzərinə oxra səpildi. Əgər bu eneolit dövründən varsa, erkən Tuncda davam edəcək. İnsanlar maldarlıqla məşğul olmağa başladı. Neolit dövründə. İbtidai maldarlığı nəzərə alsaq, mezolit dövründə. Başladı deyir. Bu da səhvdir. Əkinçidə xışdan istifadə olundu. Bəli, bu düzdür. Nəzərə alsaq ki, xışdan istifadə ilk dəfə erkən Tuncda başlayıb. Ona görə bu eneolit ola bilməz. 21. Birinci Rusiya-Qacar müharibəsi. Qacar qoşunları məğlub oldu. Zəyəmdə, bəli. 1805-ci ildə Zəyəmdə Qacar qoşunları məğlub oldu. Qarababa 1809-dur. Qacarlar qalib gəlib. Ona görə Qarabağ bizə lazım deyil. Sultanbud 1812 Qacar qoşunları qalib gəldi. Ona görə bizə lazım deyil. Birdən ancaq anı oxurladıq. Rusiya qoşunları məğlub oldu. Aslandüz 1812 Ruslar burada məğlub olmayıb. Qəməli 1804 Ruslar məğlub olub. 3 kilsə, 3 mərcin 1804 Ruslar məğlub olub. Yəni 1A, 2B, C. Var mı elə cavabımız? D. 22. 18-ci əsrin ikinci yarısında Rusiya imperiyasının xarici siyasətdə əsas məqsədlərindən deyil. Əfşarları məğlub etməklə Xəzər sahili əraziləri ələ keçirmək. Əfşarlar faktiki olaraq, belə deyim, hakimiyyətdə olmasa da, amma adları müəyyən müddət gedirdi. Amma adətən bilirik ki, 1747-dən sonra, Nadirin ölümündən sonra demək olar ki, əfşarlara, belə deyim, çox da, belə deyim, əfşarlar olaraq demirik. Yəni, hakimiyyətdə olan təbəqə kimi, qüvvələr kimi. Ona görə bir aid deyil və bizə lazımdır. 2. Bu da aid deyil. Çünki 1721-də çıxmışdı da Rusiya. Daha 18-ci əsrin ikinci əsrində niyə belə bir şey axtardı? 3. Aiddir. 4. Bunu 17-ci əsrdə ələ keçirmişdi də sol sağ Ukraynasını. 1667. Bu da aid deyil. Qara dənizə çıxış əldə etmək bu aiddir və edir. 1-2-4. Cavab A. Davam edir. 23. AXC-nin Bakı dövründə həyata keçirdiyi tədbirlər. AXC-nin Bakı dövrü 1918 17 sentyabr 1920 27 apreldən 28 apreldə keçən gün. Bakı XKS-nin milliləşdirməklə bağlı dekretlərin ləğv edilməsi. Bu 1918 5 oktyabrdır. Bəli, yuxarıdakı şərti ödəyir, götürək. Türk dilinin dövlət dili olması 1918 27 iyun. Şərt ödənmir. Respublika ərazisində azad ticarətə icazə verilməsi. Bu da 1918-ci ilin iyun ayıdır, eyni gündür. Dil günündən düşmür. Üçrəngli bayrağımıza siyasi qiymət 1918 9 noyabr. Bəli. Və bu yuxarı ilə uyğunlaşır. Cavabımız 1, 4-dür. 24. Tehran konferansının keçirilməsi 1943-cü il 2-ci zəfə ilə bağlıdır. Birləşmiş Millətlər Təşkilatının yaranması 1945. AİB, Avropa İqtisadi Birliğinin yaranması isə 1957-dir. Burada cavabımız 1, 2, 3-dür. 25. Bakıda inşa edilmiş memarlıq abidələrini seçin. Gülüstan türbəsi, bu Naxçıvandır. Əgər Gülüstan sarayı olsaydı, Bakı olardı. Gülüstan qalası olsaydı, Şamaxı olardı. Ramana qalası Bakıdadır. Buğurt qalası Bakıda deyil, Şamaxıdadır. Qoşa minarə Naxçıvandadır. Qız qalası Bakıdadır. Yəni 2, 5. 26.
İkinci Dünya müharibəsinin gedişində keçirilmiş Krım konfransının qərarlarına aiddir. Krım konfransı İkinci Dünya müharibəsinin ən çox qəbula gələn, imtahanlara gələn, belə desək, sualıdır. Almaniyanın danışıqlı təslim olması və ərazisinin işğal edilməsi. Bir də bir şeyi nəzərə alaq. Krım konfransı Almaniyanın tutulmasından əvvəldir və bir növ Krım konfransında nəzərdə tutulan məsələlər Almaniyanın tutulmasından sonra imzalanmış Potsdam konfransında həyata keçir. Bir, nəzərdə tutulmuşdu bəli Krım konfransında, bunu götürək. 2. SSR burada qərb sərhədlərini tanıdı. Ümumiyyətlə, mən həmişə Krım konfransına Stalin konfransı deyirəm. Çünki Stalin bütün istəklərini burada yerinə yetirdi. Almaniyadan alınacaq təzminatın miqdarının müəyyən edilməsi bu Potsdamdadır. Krımda sadəcə olaraq deyilir ki, Almaniyadan təzminat alınacaq. Cənubi Saxalin və Kuril adalarının SSR-yə verilməsi, bu da düzdür. SSR Krım konfransının gedişində imzalanmış gizli müqavilədə dedi ki, bir növ 1904-1905-ci ildə itirdiyim ərazilər və üstünlüklər mənə qaytarılsın ki, mən Yaponiyaya qarşı müharibə elan edeyim. Qaldı ki, Almaniyanın dövlət sərhədlərinin qəti müəyyən edilməsi bu Potsdamda olacaq. Ona görə bizim burada cavabımız 1, 2, 4 olacaq. 27. Bizə Arşaki sualəsində hökmdarları verilib. AQN-də kilsə məclisində keçirilməsi 488 təbii ki, bu 3-cü Mehmet Vasaqana aiddir. Dizrav döyüşündə Sasanların müttəfiqi olan bu Urnayın son döyüşüdür. Haylandır Hunlarına qarşı döyüşdə məğlub olan isə 2-ci Vasidir. Çünki bilirik ki, 2-ci Vasiyə 457-463-də Sasanlara qarşı azadlıq müharibəsinə qalxmışdı və Sasanlı hökmdarları 2-ci Vasiyə qalib gəlmişdi. Haylandır Hunlarını göndərərək 1B, 2C, 3A. 28-də baxaq. Situasiya. Berlin Konqresi 1878-ci ildə keçirilmişdir. Biz yaxşı bilirik ki, elə 28-də baxaq, mənbədə qeyd olunan sülh müqayisəsini. Biz yaxşı bilirik ki, 1877-78-ci il müharibəsində yenidən Osmanlı məğlub oldu və Rusiya San Stefano və yaxud Yaşılköy müqaviləsini bağladı. Sadəcə bu müqavilədə Rusiyanın həddindən artıq üstün lükləri əldə etməsi İngiltərəni, Fransanı, Avstriyanı, eləcə də Almaniyanı narahat edirdi. Hətta kim bilir, bəlkə də bu müqavilə olmasaydı və Ruslar qalib gəlməsəydi, Almanlarla Ruslar eyni cəbhədə olardı. Çünki Otto von Bismarckın özünə çəkmək istədiyi dövlətlərdən biri də Rusiya idi. Amma Rusiyanın qələbəsi digər Avropa dövlətləri kimi Almaniyanı da qıcıqlandırdı və tərəflər Berlinə yığışmalı oldular. Mənbədə bəhs olunan sülh müqaviləsini müəyyən edərək yazın. Burada nə demək istəyib? Yenə eyni şeydə ola bilər ki, sual eyni gedibdir. Maraqlıdır. Bəhs olunan Konqresin Osmanlı və Rusiya üçün nəticələrini hər ölkəyə bir dənə olmaqla müəyyən edərək yazın. Osmanlı üçün nə deyə bilərik? Osmanlıya qaytarıldı Makedoniya, Şərqi Bəyazid. Rusiya üçün hansı ərazilər verildi? Qars, Ərdahan, Batum. Halbuki o əraziləri Rusiya Brest-Litovskdə qaytaracaqdı. Bundan başqa Rumıniya, Serbiya, Çernogoriya müstəqil oldu. Kipr İngiltərəyə verildi müvəqqəti olaraq. Bu 2-ci Dünya müharibəsindən sonra İngiltərə Kiprə müstəqillik verəcək. Bosniya-Herseqovina Avstriya Macaristana müvəqqəti olaraq verildi ki, Avstriya Macaristan 1908-ci ildə Bosniya-Herseqovinanı Osmanlı və Rusiyanın zəhləməsindən istifadə edib ələ keçirəcəkdi. Bax belə, başqa da bir şey yoxdur. Bu qədər mənim məzlərim. Ola bilər ki, nəsə diqqətimdən qaçdı, nəsə bir problemli məsələ qaldı. Onlar da bizə rəy bölməsində yazarsınız. Başqa da bir ciddi bir şey yoxdur. Dediyim kimi, gözümüzdən qaçan bir məqam olsa, hökmən o rəy bölməsində yazıb bizə bildirə bilərsiniz. Sağ olun, var olun, Allah'a emanet olun.